Hazırda Mərkəzi Gömrük Hospitalında hansı orqan transplantasiya əməliyyatları icra olunur? Hal-hazırda Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiya əməliyyatları icra olunur. Bundan başqa bizdə ürək transplantasiyası üçün komanda hazırdır. Müraciət olunub lisenziya alınması üçün yəqin ki, Allahın köməyi ilə tezliklə ürək transplantasiya əməliyyatı da icra olunacaq. Mərkəzi Gömrük Hospitalında 2017-ci ildən fəaliyyətə başlamışıq. 1000-dən çox böyrək transplantasiyası, 500-dən çox qaraciyər transplantasiyası əməliyyatı icra eləmişik. Keçən ilin fevral ayından meyit orqanlarından transplantasiya əməliyyatları da başlayıb. 11 qaraciyər, 17 böyrək transplantasiyası, yəni meyitdən böyrək transplantasiyası əməliyyatı icra olunur. Transplantasiya prosesində multidisiplinar komandanın rolu nədən ibarətdir? Bu sual əslində böyük bir sualdır. Yəni belə ki, adətən transplantasiya deyəndə bir nəfər, iki nəfər cərrahın adı çəkilir həmişə, amma əslində isə arxada böyük bir komanda işləyir. Xəstənin hazırlığından başlayaraq laboratoriya işləyən insanlar və laboratoriya cihazları, hansı ki bu işin bir hissəsidir, radiologiya şöbəsi, eləcə ayrı-ayrı mütəxəssislər, psixiatrlar, kardioloqlar, gastroenteroloqlar, genetik analizlər, bunlar hamısı xəstənin hazırlanmasında iştirak edən komandalardır. Xəstəyə diaqnoz qoyulandan sonra, ondan sonra əməliyyata hazırlıq işləri gedir. Sadəcə deyək ki, əməliyyat vaxtı ilə iki ayrı-ayrı otaqlarda, iki ayrı cərrahi komanda, biri donor üzərində, digəri resipient üzərində əməliyyat edir. Hər əməliyyatxanada 3 cərrah olur. Eləcə də 2 anesteziyoloq və bundan başqa tibb bacıları, orta tibb işçiləri, əməliyyatdan sonra xəstənin reanimasiya xidməti, reanimasiya həkimləri, eləcə də orta kiçik tibb işçiləri, eləcə də palatada eyni xidməti göstərən tibb personalı, xəstədə ağırlaşmalar olarkən, tutaq ki, invaziv radioloqlar, gastroenteroloqlar, fəaliyyət göstərən həkim kolleqalar, yəni iştirak edir bu prosesdə. Bütün bunlara əlavə olaraq xəstəxananın rəhbərliyinin mümkün problemləri aradan qaldırmaqda və hadisələri kontrol etməkdə iştirakın, eləcə də transplantasiya koordinasiya mərkəzinin fəaliyyətini, hansı ki, bu işləri kontrol eləyir, koordinasiya eləyir. İcbari tibbi sığortanın əməkdaşları, hansı ki, bunun maliyyə dəstəyini verirlər, eləcə də etika komissiyası, hansı ki, Səhiyyə Nazirliyində fəaliyyət göstərir, bu işin hüquqi tərəflərini nəzarət edir. Yəni ümumilikdə belə götürdükdə burada çox böyük bir komanda fəaliyyət göstərir. Bunların hər birinin iştirakı, yəni bu prosesdə iştirakı çox vacibdir və onlarsız bu demək olar ki, mümkün olmur və yaxud da məsələ o qədər ciddi bir prosesdir ki, yəni orada hansı bir halqanın olmamağı çox ciddi fəsadlara gətirib çıxarıla bilər. Ona görə də təbii ki, multidisiplinar komandanın rolu burada danılmazdır və çox əhəmiyyətlidir.